Hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər. Bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Bayram günlərində kartlardan uğurluq halları artır. Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır. Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. Bu barədə xüsusi TV Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, WhatsApp, Telegram və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var. Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, təhlükəsizlik kodu və ya birdəfəlik SMS şifrəsi tələb etmir. Bu məlumatların ötürülməsi bank hesabından və saytın oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər. Məlumatda vurğulanıb ki, hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.